Hər kəsə salam. 5-ci sinif 2-ci hissə Azərbaycan dil dərsliyində izahlarımızı davam etdiririk. Bu gün sizlərlə birlikdə səhifə 82-də və 83-də ümumiləşdirici təkrar başlığı altında verilən çalışmaların izahına baxacağıq. Siz isə videonu izləməzdən öncə, izahdan yararlanmazdan öncə videonu bəyənməyi, kanala abunə olmağı, videonu paylaşmağı və həmçinin kanalımızı paylaşmağı unutmayın. Siz videolarımızı paylaşdıqca bu videolar daha çox 5-ci sinif şagirdi üçün yararlı olmağa başlayacaq. Yəni onlar da istifadə eləmiş olacaq. Elə isə gəlin başlayaq izahımıza. 1 və 3-cü tapşırıqlar var. Onlar vitaminlər və qidalanma mətni ilə bağlıdır. Mən izaha keçməzdən öncə siz mətnin məzmunu ilə bir dəfə tanış olun. Daha sonra gəlin izahlarımızı verək. Deyir, mətndə hansı suallara cavab yoxdur? Vitaminlər insan orqanizmi üçün hansı faydası var? Bu sualın cavabı mətndə var. Hansı vitamin insan üçün daha vacibdir? Bu sualın cavabı yoxdur. Təbii vitaminlər hansı qidalarda olur? Bu sualın cavabı var. Deyir ki, ət, süd məhsullarında daha çox olur. Vitamin sözü hansı sözlərdən yaranmışdır? Orada vita və amil sözlərinin birləşməsindən yaranmışdır. Deməli, bizim axtardığımız cavab B-dir. 2-yə baxaq. Mətndə A, B, C, D vitaminləri haqqında belə bir məlumat yoxdur, deyir. Latin əlifbasının hərfləri ilə işarə olunub. Bu haqqda məlumat var. Hər bir insan orqanizmi müəyyən dərəcədə faydalıdır, var. C vitamini immuniteti gücləndirir, var. Portağal və limon C vitamini ilə zəngindir. Bunun isə bu haqqda belə deyək də mətndə heç bir məlumat yoxdur. 3-ə baxaq. Düzgün və yanlış fikirləri deyir müəyyən edin. Vitaminlər yalnız meyvə və tərəvəzlərdə olur. Bu yanlış fikirdir. Deməli, xəstəliklər zamanı C vitaminini çox qəbul etmək lazımdır. Baxın, bu doğru fikirdir. Nə qədər çox vitamin qəbul etsək, orqanizm bir o qədər sağlam olur. Xeyr. Belə deyək də, vitaminin çoxluğu da müəyyən xəstəliklərə səbəb ola bilər. Vitamin çatışmamazlığı xəstəliklərə səbəb ola bilir. Bu isə doğru fikirdir. Deməli, 2 və 4 düzgün, 1 və 3 isə yanlış fikirlərdir. 4-ə baxaq. 4-də deyir, verilmiş şəkilçilərin nöqtələrin yerinə qoyub fe'li sifət düzəldin. Füzuli aeroportuna çatan təyyarəmiz yavaş-yavaş aşağı enməyə başladı. Məktəbin yerləşdiyi 2 mərtəbəli binanın ətrafında meyvə ağacları vardı. Burada dığını artırırıq. Bəli. Yenicə rənglənmiş döşəmə güzgü kimi parıldayırdı. İşi artırırıq. Ana bişirəcəyi yeməklər üçün ərzaq aldı. Baxın belə. Baxaq 5-ə. Deyir, verilmiş feilləri məstər, fe'li sərf və fe'li bağlama kimi cümlələrdə işlədin. Gəlin bunları işlədək cümlələrdə. Birinci, məstər kimi işlədək. Məstər kimi işlədək. Aha. Başlamaq heç zaman gec deyil. Başlamaq üçün. Başlamaq üçün. Heç vaxt gec deyil. Belə. Gəlməyin yaxşı olardı. Az yemək daha xeyirlidir. Baxın belə. Sonra fe'li sifət kimi işlədək. Yarışa başlayan şagirdlər həyəcanlı idi. Bu olar. Sonra gələn yarışda biz də iştirak edəcəyik. Edərik. Sonra yemək yeyən uşaq ətrafa fikir vermirdi. Baxın belə. İndi gəlin bunları silək, fe'li bağlama kimi də işlədək. Aha. Başlayanda xəbər ver.
Gələndə məni də çağır. Yemək yeyəndə danışmazlar. Baxın belə. Məsdərə aid, fe'li sifətə aid və fe'li bağlamaya aid olan cümlələr qurduq. 6-ya keçək. 6-da nə deyir? Deyir ki, cümlələrdəki təsriflənməyən fe'lləri seçin və qrammatik xüsusiyyətlərini müəyyənləşdirin. Gəlin seçək. Qaralanda, baxın bu fe'li bağlamadır. Həm fe'lin, həm də zərfin suallarına cavab verir. Anda şəkilçi vasitəsilə formalaşıb, nə vaxt sualına da cavab vermiş olacaq. Aysel dənizi seyr etməkdən doymurdu. Burada etməkdən məsdərdir. Nədən sualına cavab verir? Həm isimin, həm də belə deyək, fe'lin xüsusiyyətlərini daşıyır. Həmçinin çıxışlıq halda işlənmişdir. Verdiyi sözə əməl etməlisən. Burada verdiyin fe'li sifətdir. Hansı sualına cavab verir? Baxın belə isimdən əvvəl işlənib. Səid suala cavab verməyə fürsət axtarırdı. Burada verməyə sözüdür, məsdərdir, yönlük haldadır. Belə. 7. Cümlələrdə işlənmiş əvəzlikləri seçin və onların məna növlərini müəyyənləşdirin deyir. Baxın, burada hamıdır. Həmçinin hamı da qeyri-müəyyən əvəzlikdir. Müəyyən. Qeyri-müəyyən əvəzlik. Esseni necə? Burada necə sualı, necədir? Sual əvəzliyidir. Sonra belə işarə əvəzliyidir. Sonra hər təyin əvəzliyidir. O isə şəxs əvəzliyidir. Belə. Sonra baxaq 8-ə. Deyir, cümlələrdə sifətləşən sözləri müəyyən edin. Gəlin edək. Burada polad sözüdür, sifətləşən söz. Daha sonra metal sözüdür. Daha sonra rezin sözüdür. Bir də pambıq sözüdür. Bunlar əslində isimdirlər uşaqlar. Sadəcə olaraq cümlə daxilində necə sualına cavab verdiyinə görə sifətləşib. Hansı dayaqlar? Polad dayaqlar. Hansı əşyalar? Metal əşyalar. Hansı əlcəklər? Rezin əlcəklər. Hansı geyimlər? Pambıq geyimlər. Amma məsələn polad, metal, rezin, pambıq bu tipli sözlər nə sualına cavab verirlər? Axırıncı olaraq baxaq 9-a. 9-da deyir ki, aşağıdakı sözləri isimləşmiş söz kimi cümlədə işlədin. Bəli, işlədək. Birincilər yarışı hazırdır. Gənc qoca ilə məsləhətləşdi. Üçdə yazaq. Sən qırmızılarla oyna. Oyna. Çox istəyən azdan da olar. Baxın belə. Ümid edirəm ki, video izahımız sizin üçün yararlı oldu. Sağ olun. Gələn izahlarda görüşmək ümidi ilə.